Salam dostlar. Bugün sizinle qozlu çuğundur salatının reseptini sizinle paylaşacağım. Pişirdiğimiz 2 dənə çuğunduru rəndədən keçirtmişik. 1 stəkan qoz ləpəsi, 2 diş də sarımsaq. Çəkdiyimiz qoz ləpəsini çuğundurun üzərinə dökürük. 2 diş sarımsağı dökürük. Mayonez. Bir çay qaşığı da duz. Video qısa olsun deyə mən əvvəlcədən hamısını hazır etmişdim. Çuğunduru yaxşı pişirib, yorkadan rəndədən xırda dişindən keçirirsiniz. Qoz ləpəsini də xırda yorkadan keçirdirsinə blenderdan. Üzərinə mən dekor üçün nardinələri düzdüm. Amma siz istəsəniz üzərinə qoz ləpəsi də dökə bilərsiniz. Çox gözəl və dadlı olur. Xahiş edirik, abunə olun, videolarımızı bəyənin, yorum yazın. Hər birinizin dəstəkləri bizim üçün önəmlidir. Hər birinizə təşəkkür edirəm.